Tamam. Bugün dim testi opusundan çevre üzrə bərabər sürətlərə 2-də aid olan maraqlı testlərdən birinə baxacağıq. Deməli, sabit öğretmə tezliyində mərkəzi qatma tənziminin çevrələrin radiusundan asılı qrafik verilmişdir. Öğretmə tezliyi hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, çevre üzrə bərabər sürətli hərəkətdə təcil bərabərdir v kvadratı bölünsün r. Şimdi mən burada böyük yer yazdım. Yəni kiçik yer, böyük yer fərqi yoxdur, radius ifadəsi təyin olunur və V-nin belə bir düsturu var. Tezliklə. Tezliyi soruşduğuna görə deyirəm. 2 pi r n. Gətirək bu düsturda yerinə qoyaq. Bunu kvadrata yüksəltsək olacaq 4 pi kvadratı r n kvadratı. Gəlin bunu da alıcı r yazın. R kvadratı n kvadratı. Aşağıda da bir dənə r. Bu r-lə bu r-in biri gedəcək və bizdə nə qalacaq? 4 pi kvadratı r n kvadratı. Gəlin buradan tezliyin ifadəsini alaq. N bərabər olacaq kök altında a bölünsün 4 pi kvadratı r. Elədimi? Buradan 4 pi kvadratı. Kökün altından çıxanda nə olur? 1 bölünsün 2 pi və kök altında a bölünsün r. İndi gəlirik qrafikə. Grafikdə bizdə nə verib? A-nın r-dən asılılığı. Deməli, mən bunu düzbucaqlı üçbucağa tamamlasam, bunun bu tərəfi olur r, bu tərəfi olur a. A-nı elə bu tərəfə köçürdüm. Düzbucaqlı üçbucaqda bucaqlara görə mən nə yaza bilərəm? Burada yaza bilərəm ki, bucağın qarşısındakı katetin, yəni A-nın r-ə nisbəti mənə nəyi verirdi? Bucaq qarşısındakı katetin bucağa bitişik katetə nisbəti mənə verirdi tangens alfanı. Elə baxın bu r-dir. N yox. A-nın r-dən asılılığı, A-nın r-ə nisbəti tangens alfanı verirsə, məndə də elə burada nə var? Tangens alfanı. Kök altında tangens alfanı. Demək ki, bu ifadə necə yaza bilərik? 1 bölünsün 2 pi kök altında tangens alfaya bərabərdir. İndi bu hansı variantdadır? Təbii ki, tangens alfa bölünsün pi. 2 pi.